أعوذ بالله من الشيطان الرجيم بسم الله الرحمن الرحيم الحمد الثناء لله رب العالمين والعاقبة للمتقين ثم الصلاة والسلام على رسول الله الأمين أعني أبا القاسم محمد اللهم صل على محمد وآل محمد صلى الله عليه وآله وسلم وعلى أهل بيته الطيبين الطاهرين المعصومين سيما ناموس الداهر ولي العصر حجة ابن الحسن عجل الله تعالى فرجه الشريف ولعنة الله على أعدائهم أجمعين رب اشرح لي صدري ويسر لي أمري واحلل عقدة من لساني يفقهوا قولي Esselamu Aleyküm ve Rahmetullah. Ağamız, Seyyidimiz, Mevlamız, başımızın tacı, qəlblərimizin nuraniyyəti, İmam-ı Zamanın salamat olması, Nazənin qəlbinin bizlərdən razı və xoşnud olması, düşmənlərinin məhvi, zuhur və qiyamının təcilinə salavat hədiyyə elə. Allahümme salli ala Muhammed ve Ali Muhammed. Xudavənd Mütəal gələn günlərimizi xeyr eləsin inşallah. İbadət, itaətlərimizi qəbul və bu mübarək Rəcəb ayında əməllərimizi, dualarımızı, münacətlərimizi müstəcab eləsin inşallah. Mənəvi və maddi hər nə qədər müşküllərimiz var, Xudavənd Mütəal yəd-i qüdrəti ilə həll eləsin inşallah. Bəhsimiz əhd duasında 3-cü dərsimiz ərz elədik ki, bu dua İmam Sadiq əleyhissalamdandır. Özündən sonra gələn 6-cı imam haqqında. Yəni bugünkü Həzrəti İmam Zaman əleyhissalam haqqında dua buyurub bizlərə və duanın içində bəzi mətləblər var, bizə çatdırıb Xudavənd Mütəal. Keçən dərsin axırında bir cümlə dedik, onu ərz eləyim, inşallah davam eləyək. Bizdə bəndənin əlində olan kitabda nüsxə bədəl deyirlər ona. Quran yerinə Furqandır. Amma qardaşlar da göstərdilər və bəzi başqa kitablara da baxdım. Orada Quran gəlib, Furqan mötərizədə işlənib. Yəni Quran və Furqan, nüsxə bədəl deyirlər ona. Yəni bəzi nüsxələrdə Furqan gəlib, bəzi nüsxələrdə Quran gəlib. Əlbəttə onun haqqında inşallah danışacağıq. Amma Quran da gəlsə belə nədir? İmam Zaman əleyhissalam idli Qurandır. Bu nədir? İnşallah bəhsin edərik. İmam Sadiq əleyhissalam bu duada dəfələrlə Rəbb sözün işlədib və buyurur ki, İmam Sadiq əleyhissalam bütün insanların tərbiyəsi Allahın boynunadır. Yəni Xudavənd Mütəal bütün insanları tərbiyə edir və tərbiyəsi Allahın boynunadır. Ona görə də Xudavənd Mütəal 124 min peyğəmbər, üstəgəl 12 dənə də imam göndərib ta insanlar tərbiyə olunsunlar. Tərbiyə yəqin ki bilirik, təslimdən sonradır. İnsan təslim olandan sonra tərbiyə olur. Əgər birdən insan təslim olmasa Allaha, təslim olmasa tərbiyə olmayacaq. Məsələn, tərbiyə deyərsən ki, İslam dinində məsələn Xudavənd Mütəal buyurur ki, filan əməli etmək olmaz. Filan əməli etmək olar. Bu olarla olmaz, təslimdən sonradır. Əgər bir insan təslim olmayıbsa Allaha, onun üçün olar olmaz yoxdur. Onun üçün hər şey olardı. Olmaz yoxdur ümumiyyətlə. Məsələn,
üzr istəyirəm sizdən, bir qadın cəmiyyət içində əxlaqsız giyinirsə və insanlar onun geyiminə əxlaqsızdır deyə müraciət eləyirlərsə, deməli o qadının o geyimi olmaz. Baxmayaraq ki, o qadın qayıdıb müqabilində deyir ki, insanın içi təmiz olsun, yaxud bunun məsələyə dəxli yoxdur. Bu heç biri dəlil deyil axı. İnsanın içinin təmiz olması. Yaxud bunun məsələyə dəxli yoxdur. Yəni geyimin əxlaqa ümumiyyətlə aidiyyatı yoxdur. Sözü dəlil deyil. Bildiniz? Bu məsələni isbat eləmir. Bu o demək deyil ki, bu əxlaqsız geyim deyil. O elə əxlaqsız geyimdir. Birdən desə ki, əxlaq geyimlə üst-üstə düşmür. Xeyr, o dəlil deyil. Yəni dəlil başqa şeydir. Niyə görə 2 vur 2 bərabərdir 4? Dəlil götürmək üçün qarşı tərəfə müraciət eləyəndə deyir, çünki təyyarə göydə uçur. Təyyarənin göydə uçmağının 2 vur 2 bərabərdir 4-ə nə adiyyatı? Bildiniz? Yəni o başqa şeydir. İçinin təmiz olması başqa şeydir. Amma Allahın qanununun olar olmazı var, bunu yerinə yetirən təslimdir. Yəni insan təslim olandan sonra növbə çatır tərbiyəyə. Təslim olmasa tərbiyə yoxdur. Yəni o insanlar ki, Peyğəmbəri qəbul edirlər, imamları qəbul edirlər ki, onlar təslim olublar və həmən təslimçilik onları tərbiyəyə nə edir? Aparır. O təfsir dərsindəki bəhs eləmişdik biz. O dərsdə İsra surəsindən bəhs eləmişdik ki, bəzi möminlər müşriklər kimi nalayiq sözə nalayiq və ədəbsiz kəlmələrlə cavab verirdilər. Siz onu Salmanda görə bilməzsiniz. Siz onu Miqdadda görə bilməzsiniz. Əbazər, Əmmarda görə bilməzsiniz. Onlar onda yoxdur. Niyə? Çünki onlar kamil insandır. Xalis təslim olublar. Xalis təslim olanlar da nədir? Tərbiyə olunublar. Artıq tərbiyə edirlər məqamına gəlib. Çatıblar, demirəm tərbiyə olunub qutarıblar. Amma tərbiyə edibləri də, yəni belə deyək də, Ağa Rasulullah tapşırırdı Əbazərə ki, get filan kəslərə filan şeyi de. Yəni sən artıq tərbiyə olunmusan, sən diginin. Heç vaxt Xudavənd Mütəal tərbiyə sizə, baxmayaraq ki, namaz qılır və s. deməz ki, get tərbiyə et. Hətta belə bir rivayəti də biz eşitmişik ki, gəldi bir nəfər xanım uşağın əlindən tutmuşdu. Dedi Həzrət Rasulullaha ki, bu uşaq çox xurma yeyir. Xurma da buna zərərdir. Bəlkə siz deyəsiniz onu xurma yeməsin. Sizin sözünüzə baxar. Kəsərli olar sizin sözünüz. Rasulullah buyurmuşdu ki, get sabah gəl yenə. Getdi sabah gəldi. Rasulullah buyurdu ki, oğlum xurma yemə. Dedi, ya Rasulullah, mən uzaq yoldan gəlmişdim. Getdim bir də gəldim. Dünən niyə demədim bu cümləni? Deyir, çünki özüm xurma yemişdim. İnsan əgər özü amil deyilsə, yəni tərbiyə, belə deyək, insan ki tərbiyə olunmalıdır, nə ilə olmalıdır bilirsə və özünü tərbiyələndirməyibsə, o artıq tərbiyə edə bilməz. Bildiniz? Çünki sözünün kəsəri olmaz. Sözü keçməz. Özünə deyərlər, görsən bəzi mollalar var, gedirlər musiqili toyda əyləşirlər, haram musiqi, üstəgəl qadınla bir yerdə, üstəgəl şərab da, üçü bir yerdə əyləşirlər, cahil toyunda, üstəgəl bəziləri var hələ ortalığı düşüb oynayırlar da. Bir gün sonra gəlir kiminsə üçünə, soruşurlar, molla əmi,
Cahil toyuna getmək olar? Olmaz. Şərab verilən toyda oturmaq olar? Olmaz. Oynamaq olar qadınların içində və s. Olmaz. Deyir, olmaz. Amma dünən oradaydı. Bildiniz? Yəni sən ki bunu eləyirsən, bu olmazlarının heç birinin təsiri olmaz. Heç tərbiyə mühüm məsələdir, yenə ərz eləyirəm. Tərbiyə açan bəş verər təslimdən sonra. Yəni insan özünü təslim etməsə və özünü kamil etməsə, əlbəttə ki, tərbiyə olmayacaq. Ona görə ərz elədim ki, Malikəşdərlərdir, Miqdadlardır, Səlmanlardır və s. Bunlar kamil insanlar idi, özlərini tərbiyə etmişdilər və eyni zamanda tərbiyə də edirdilər. Ona görə İmam Sadiq əleyhissalam bu duada dəfələrlə Rəbb sözün təkrar buyurur. Allahümmə Rəbbən nuril azim və Rəbbəl kursiyyir rəfi' və Rəbbəl bəhril məscur və munzilə Tavrat vəl İncil və Zəbur və Rəbbəl zilli vəl harur və munziləl Qur'anil azim nüsxə bədəli ərz elədim. Və Rəbbəl mələikətil müqərrəbin vəl ənbiyai vəl mursəlin. Təsəvvür elə. Dəfələrlə İmam Sadiq əleyhissalam Rəbb sözünü götürür. Keçən dəfə də ərz elədim ki, niyə Xaliq götürmədi, niyə başqa sifətləri? Çünki Xudavənd Mütəal tərbiyəni öz dostlarına, hansı ki məsumdular, kamil insanlardır, kamil təslim olublar. Kamil təslim olandan sonra tərbiyələri də kamildir. Onlara tapşırıb insanların tərbiyəsini. Hətta belə deyək, heyvanların da tərbiyəsi nədir? Məsələn, deyirlər, Həzrəti Fatimə binti Əsəd Əmir əl-Möminin dünyaya gələndən sonra Əmir əl-Möminini bəliyirdi Qundaqda 2 günlük, 3 günlük. Hər dəfə bəliyib çölə çıxırdı. Qaydanda Qundaqın açılmağını görürdü. Əllər qalıb. Yenə bəliyirdi möhkəm. Çıxırdı qaydanda. Yenə gəlib gördü ki, Əmir əl-Möminin qolları açıqdır. Özü özünə indi uşaqdır. 1 günlük, 2 günlük uşaqdır. Özü özünə ana danışar da balası ilə. Ay oğlum, ay gözəlim, bəs niyə açırsan qollarını, mən bağlayıram filan, bu cür danışarmış. Əmir əl-Möminin dilə gəlir, danışır. Bu o vaxtı ki, insan təslim ola, tərbiyə ola, sonra bunu başa düşər. Niyə ərz elədim bunu? Əmir əl-Möminin deyir ki, ana, mənim yaşım səndən çoxdur. Təəccüblə Fatimə binti Əsəd baxır. Deyir, anacan, bir gün yadva gəlir, xanımlarla bir yerdə xurma meşəsində idin, mənbətində idim. Bir şir hücum elədi, sən qaça bilmədin, hamısı qaçdı. Şir hücum elədi sənə. Həmən vaxt bir cavan oğlan səni oradan qurtardı. Şir ona ram oldu. Deyir, oğlum, bəli, danışır. Deyir, o cavan oğlan mən idim. Səni şirdən qurtardım. Bu elə bir məsələdir ki, yenə ərz eləyirəm, təslim və tərbiyədən sonraki məsələdir. Onlar ki, təslim olmayıblar, nəticə etibarı ilə tərbiyə olunmayıblar, onlar bunu başa düşə bilməzlər. Bunlar artıq başqa bir məsələdir. Bu artıq fiqh deyil. Bu artıq usul deyil ki, sən bu məsələni usul və fiqhlə dərk edəsən. Bu məsələ usul və fiqhə Allahın buyurduğu kimi əməl edəndən sonra çata bilərsən bu məsələyə. Yoxsa Allahın ayələrini, qanunlarını təhrif edəndən sonra sən bu məsələni başa düşə bilməzsən. Onlar agah olarlar ona. Bəli, İmam Sadiq əleyhissalam buyurur ki, insan təslim olandan sonra, özünü kamilləşdirəndən sonra tərbiyəyə belə deyək, qədəm qoyur
və tərbiyədə də nəticə etibarı ilə Xudavənd Mütəal işi ona tapşırır. Buyurur ki, indi siz gedin tərbiyə edin. Allahın hovlu qüvvəsi ilə inşallah bugündən başlayırıq əhd duasının özünün belə deyək şərhinə 2-3 dərs müqəddimə idi. Deməli, dua belə başlayır. Allahummə Rabbən nuril azim. Dedik ki, burada azim sözü ki, İmam Sadiq əleyhissalam işlədib, bir neçə mənadadır. Azim sözü. Allahummə, ey mənim Allahım, hansı ki, Rəbbə, ey mənim Rəbbim, nuril azim. Yəni, böyük nurun Rəbbi. Burada iki sifət dalbadal gəlməyib. Elə bir ki, bir sifətlənmişdi, bir sifətdir. Rəbbən nuril azim. Böyük nurun Rəbbi. Tərcümə belədir. Böyük nurun Rəbbi deyəndə birbaşa aiddir Allahın özünə yox. Rəbb Allahdır ya. Allahummə Rəbbə. Yəni, ey mənim Rəbbim. Bildiniz? Yəni, kimin Rəbbindən söhbət gedir burada? Buyurur, nuril azim. Yəni, ey nuri azimin, böyük nurun Rəbbi. Təfsirdə deyirlər ki, bu nur-i azim kimdir? Bəziləri deyir ki, Həzrəti Rasulullahdır. Nur-i azim, yəni Həzrəti Rasulullah. Bəziləri deyir ki, elə Allah özüdür. Çünki Allahın nuru səmavat vələrz. Allah göylərlə yerin nurudur. Deməli, birincisi desələr Rasulullah deyir, digəri birinci Allahdır. Yəni, nur-i azim Allah özü. Amma yenə deyir, amma tərcümədə düz çıxmır. Allahummə Rəbbə ən-nuril azim. Böyük nurun Rəbbi. Aydındır? Neyinki böyük nur sahibi olan Rəbb. O cür gəlmir. Rəbbən nuril azim. Tərcümədə bu cür çıxmır. Digər iki, bəli, nur azim kimdir? İlk. Həzrəti Xudavənd Mütəal, yəni Allah özü. Allahın nuru səmavat vələrz. İkinci, deyirlər ki, Həzrəti Rasulullahdır. Bayağı birinci Həzrəti Rasulullahı demişdim. Yerlərini dəyişdim ki, birinci elə Allahı deyək. Həzrəti Rasulullah, yəni Allahummə Rəbbən nuril azim. Ey Rasulullahın Rəbbi. Nur-i azim yəni Rasulullah. Rivayət var da, əvvələ mə xələqəllah nuri. Həzrəti Rasulullah buyurur. Əvvəl şey ki, Xudavənd Mütəal xəlq edib, mənim nurumdur. Mənim nurumdur. Həzrəti Rasulullah buyurur, mənim nurumdur. Mənim nurumdur demək istəyirsə nədir? Yəni, mən nuram. Mən ilk xəlq olmuşam, mən, yəni nur kimi xəlq olmuşam. O ki deyir, Rəbbən nuril azim, Allah bütün aləmlərin nurudur. Peyğəmbər də buyurur ki, Həzrəti Rasulullah ki, əvvəl şey ki, Allah xəlq edib, mənim nurumdur. Allah da nurdur, Rasulullah da nədir? Nurdur. Çünki Həzrəti Rasulullah özü deyir. Ya Cabir, usulü kafi, birinci cild. Ya Cabir, innə əvvələ ma xələq, Həzrəti Rasulullah buyurur. Əvvəl şey ki, Allah xəlq edib, xələqə Muhammədən. Allahümmə salli alə Muhamməd və itrətəhu əl-hudatul muhtədun. Buyurur, əvvəl şey ki, xəlq olub bu aləmdə bil, Rəsulullahın nurudur və onun hidayət edici olan itrətinin nədir? Nurudur. Usul-u Kafi birinci cild.
Yəni əvvəl şey ki xəlq olub bunlardır. Yəni həm Rəsulullah, həm də itrəti. Əvaliyul Ləali 4-cü cild buyurur Həzrəti Rasulullah: Əvvələ ma xələqəllah nuri. Əvvəl şey ki xəlq olub mənim nurumdur. Biharul Ənvar 23-cü cild 306-cı səhifə. Rivayət olunur, buyurur: Qultu məsəlu nurihi. Soruşdum imamdan ki, Quranda ki məsəlu nurihi var. Nur surəsinə baxarsınız. Bunu hacı bir dəfə geniş formada axırıncı məhərrəmində izah vermişdi. Qultu məsəlu nurihi. Quranda ayə var, məsəlu nuri. Yəni onun nurunun məsəli. Nə misal demək olar Allahın nuruna? Qaləli Muhammed. Allahümme salli ala Muhammed. Rasulullah dedi ki mənəm. Məsəlun nurihi, onun nurunun məsəli. Yəni Allahın nurunun misali deyir ki mənəm. Rasulullah buyurub qultu kəmişkat. Məsələn mişkat nədir? Qalə sədru Muhammed. Allahümme salli ala Muhammed. Mişkat da Peyğəmbərin sinəsi. Qultu fiha misbah. Bəs onun içində, yəni şüşə içində, şüşə belə deyək. Qalə fihi nurul ilm, yəni ən-nübüvvə. Bu o da elm nurudur, yəni nübüvvət. Yəni Peyğəmbər nurdur. Bir qabın içində onun sədri nədir? Elmdir və o da nübüvvətdir. Üçüncü, Nurul Azimin üçüncü təfsiri. Deyir, bu İmam Zamandır. Yəni Nurul Azim deyəndə İmam Sadiq əleyhissalam belə şərh edirlər ki, Nurul Azim yəni ey zamanə imamının Rəbbi. Nurul Azim yəni İmam Zaman. Yəni Həzrəti Höccət. Qeybət əsrində Xudavənd Mütəal aləmdə hər nə var öz nuru ilə ki aləmdə olan bütün şeyləri əhatə eləyib İmam Zaman ağanın, yəni zamanə imamının vasitəsi ilə əhatə eləyib. Yəni kafir də bilməlidir ki, əgər görürsə, gözündə nur varsa, o nur Allah tərəfindən insanlara çatan nur vasitəsidir. Ki, ibarət İmam Zaman ağadan. Yəni o olmasaydı insanlar heç nə görməzdi. Mənası nədir? Yəni o olmasaydı aləmdə heç nə olmazdı. Əmir əl-Möminin Nəhcü Bəlağada nə buyurur? Buyurur ki, höccət bir an olmasa aləm dağılar. Höccət bir an olmasa aləm dağılar. Bu an ki, indi biz buradayıq ki, dağılmayıb bu aləm. Deməli nədir? Höccət var. Və Xudavənd Mütəal nurunu ki, hər bir əşyaya çatdırır, onun vasitəsi ilə çatdırır. Bu da həmən o məsələdir ki, insan təslim olar, tərbiyə olar, kamilləşər və bunu dərk edə bilər. Və illa fəla, başa düşə bilməz. Çünki İmam Zaman əleyhissalam Allah ilə, Xaliq ilə məxluqun arasında olan fasilədir. Yadınıza gəlsə belə bir bəhs eləmişdik. Dedik ki, ayə keçdidə təfsir bəhslərində eləmişik. Ümmətən vəsətən. Yadınıza gəlir? Ümməti vəsət baxırlarda elə bəhs elədik. Ümməti vəsət ərz elədik ki, Allahla məxluq arasında feyz vasitəsi. Ümmətən vəsətən İmam Sadiq əleyhissalam buyurdu ki, nəhnu vallah ümmətən vəsətən. Bizik ümməti vəsət. Orta ümmət bizik. Yəni
Allah istəsə məxluqa nəsə çatdıra bizim vasitəmizlə. Məxluq istəsə Allaha nəsə çatdıra yenə bizim vasitəmizlə. Biz ümməti vəsətik. Xaliq məxluq arasında ilahi feyz bizlikdir. İlahi feyzin mənbəyi bizik. Elə İmam Zaman əleyhissalamda həmən mənbədir. Nəhnu vallah ni'metullah. Biharul Envar 51-ci cilddə buyurur, Nəhnu vallah ni'metullah. Allah, and ola Allaha, bizik Allahın neməti. Əlləti ən'əmə biha alə ibadihi. O nemət ki, Allah nemətləndirir bəndələrini bizim vasitəmizlə. Yəni neməti biz çatdırırıq. Tənəzzəlul mələikətu və ruh. Tənəzzəlul mələikətu və ruh. Fiha biizni Rabbihim min kulli əmr. Bütün işlər, mələklər və ruh götürər həmən feyz vasitəsinə. Bugün o feyz vasitəsi İmam Zaman əleyhissalamdır. Təhvil verər ona. Və İmam Zaman əleyhissalam bütün təqdiri bölər qədirdən ta qədrə. Bir illik insanların bütün nemətləri, Allahın insanlara, məxluqata göndərdiyi bütün nemətləri İmam Zaman əleyhissalam paypuş eləyir. Belə deyək və binafaz, mənfaz. Buyurur, bizim vasitəmizlə feyzə çatır. O kəslər ki, feyzi qəbul edə bilirlər, qəbullana bilirlər. Feyz də onların vasitəsiyləndir. Elhamdülillah, Allah Teala bizi bu tərəfdən qərar verir ki, onların vasitəsilə feyz bizə də çatır. Deməli, ən üstün ehtimal Nur-i Əzim sözündə İmam Zaman əleyhissalamdır ki, ilahi feyzin vasitəsidir. Yəni Allah ilə məxluqatın arasında. Və biz də onun vasitəsi ilə Allah ilə rabitə quraq və onun nurunun vasitəsi ilə Allahın nuruna qərq olaq. Bu dəryadır, bizdə damla. Allah Teala inşallah bizi də ora qərq etsin. Ən Əbi Abdillah qalə aleyhissalam. İmam Sadiq aleyhissalam buyurur, İnnə lənə fi kulli leylətin cum'atin vifdətin ilə Rabbina. Buyurur, indi bu İmam Sadiq aleyhissalam cümə gecəsindən danışır. Amma əslində söhbət cümə gecəsindən getmir. Hər gecədən söhbət gedir. İmam Sadiq əleyhissalam buyurur ki, cümə gecəsi bizim üçün bir hal baş verir. Fəla tənəzzilə illə bi'ilmin mustatrif. Hər dəfə o hal bizə baş verəndə elm bizim üçün təzələnir. Hər həftə təzələnir. Hər həftə təzələnir. İndi bu rivayətin içindəki cümə gecəsidir. Amma İmam Sadiq əleyhissalam buyurur ki, hər an təzələnir. Hər an. Yəni, birdən İmam Sadiq əleyhissalama bir sual verirsən. Əlbəttə, mən yenə deyirəm, bu dua, əhd duasının şərhi bu elə bir insanları üçündür ki, daha artıq İmam Zamanı neyniyiblər, qəbullanıblar da, başa düşüblər. Ona görə bu bəhsləri biz burada eləyə bilərik. Ona görə bayağı da ərz elədim ki, o birisi dərslərdə ki, təfsir dərsində istəmirəm İmam Zaman ağanın bəhsini eləyəm. Çünki təfsir bəhsində olmur o bəhsləri əslində. Ona görə əhd duasını başladıq ki, o haqda burada danışaq. Bizim ustadımız deyirdi ki, İmam Sadiq əleyhissalamdan bəzən rivayətlər var, buyurur minallah. Minallah. Bəzi rivayətlər var, buyurur ənillah. Bu minallahla ənillahı şərh edəndə çox qəribədir. Yəni minallah, yəni Allahdan. Ənillah, yəni Allahdan. Amma bir dəfə rivayəti buyurur minallah, bir dəfə rivayəti buyurur ənillah. Minallah desə, yəni atam deyib, ona atası deyib, ta Rasulullah, ta Cəbrail əleyhissalam, ta Allah.
Amma desə ki, anillah, mənası budur ki, vasitə yoxdur. Onlar bu nurla nurani olublar. Ona görə ərz elədim ki, o nuraniyyəti onlar çatdıra bilirlər. Daha indi nə verər Allah? Deməli, İmam Sadiq əleyhissalam istəyir buyura ki, bütün nurlar Allah tərəfindən nazil olur bəndələrə ilahi feyz vasitəsilə. Və insanlar nə insan? Aləmdə bütün hər o şeylər ki, ona şey demək olar. Yəni, ona işarə olunur. Onun adı var. Onların hamısının nurani olması həmən o feyz vasitəsiyləndir. Onların nuraniyyəti ilə nə olurlar? Nurali olurlar. Deməli, nəticə bu oldu. Nur-Azim kim oldu? Bir deməli, Rabbi Nur-i Azim, yəni Rabbi Həzrəti Qaim. Əccəlallahu Teala fərcəh. İlahi, sən ən böyük nurun Rəbbisən. Yəni sən zamanı imamının Rəbbisən. Bu birinci cümlə. Və Rəbbəl kursiyyir rəfi' dalayacaq. Rəbb yenə Rəbdir. Kursi. Kursi bir də rəfi'. Rəfi' yəni uca. Kursi də ki, həmən o kürsi ki, biz ayət-əl kürsi deyərik. Kursiyyuhus samavati vəl ərz. Yəni, niyə ayət-əl kürsiyə ayət-əl kürsi deyirlər? Çünki kürsi sözü orada işlənib və ən üstün kəlmə də odur. Kursiyyuhus samavati vəl ərz. Göylərlə yerin kürsüsü. Kürsü deyəndə bəziləri maddi düşünürlər. Əlbəttə ki, Allahın özü maddə deyil. Metafizikadır, mücərrəddir. Özü mücərrəd olduğuna görə kürsüsü də nədir? Mücərrəddir. Yəni, Allah kürsüdən qüdrətini neynir? Paylayır. Yəni, Allahın bütün qüdrəti kürsüdəndir. Nəinki Allahın özü nəuzubillah, əl-əyazi billah əyləşib kürsünün üstündə. Ki, Əmir-əl-Möminin buyurur, o kəslər ki, desələr, Allah qalxıb kürsünün üstündə əyləşib, yəni kürsünün içi ondan boşdur. Əgər kürsünün içi ondan boşdursa, deməli həddi var. Həddi varsa, nədir? Maddədir. Maddədirsə hissələri var. Hissələri varsa hər bir hissəsi başqa bir hissəsinə möhtacdır. Möhtac olan varlıq da Allah ola bilməz. Allahus Samad. Nəticə etibarilə Allahus Samad. Allah möhtac deyil. Bəs kürsü nə oldu? Kürsü mücərrəddir, metafizikadır və Allahın qüdrəti oradan enir. Və Rəbbəl kursiyyir rəfi'. İmam Zaman əleyhissalamın ləqəblərindən biri kürsüdür. Ey uca kürsünün Rəbbi, necə ki, ey böyük nurun Rəbbi, ey uca kürsünün Rəbbi, o da nədir? İmam Zamandır. Deməli, burada hər o Rəbdən sonra gələn sözlərin hamısı işarədir İmam Zaman ağaya. Nəyə lazım idi bu? İmam Sadiq əleyhissalam İmam Zaman ağa haqqında bu cür danışır. Nəyə lazım idi? Bunlar hamısı bir-birinə bağlıdır. Təsəvvür eləyin. Rabbi Nur-i Azim, yəni nuraniyyət. Nur mücərrəd. Rabbi Kursiyyir Rəfi', yəni uca kürsünün Rəbbi. Kürsi dedik ki, qüdrət ordandır. Deməli, bu aləmdə bütün şeylərin hamısı nuranidir onun vasitəsilə. Və o nuraniyyət səbəbdir bütün məxluqat tərbiyə olunsunlar və o tərbiyə kürsüdəndir
Allah Taala da qüdrətini nə edir? Kürsüdən nazil eləyir. Ona görə İmam Zaman əleyhissalamın ləqəblərindən biri də kürsüdür. Dedik ki, İmam Zaman əleyhissalam Nur-i Azimdir və Nur-i Azim Allah Taala'nın nurundan feyzi alıb bütün şeyləri nurani eləyir. Allahın nurundan münəvvər olan, nurani olanlar xaliq, məxluq arasında nur vasitəsilə nədir? Feyz alır. Bu rabitə insanların hidayəti üçündür. Bilmirəm, keçən dəfə ərz elədim yoxsa yox. Mən bilən ərz elədim. Zahiri nurla belə, şimdi bir gün işıqlı yerdə oturmuşuq, nurani yerdə. Görsənməyən şey var? Xeyr, nur olsa orada gizlin bir şey qalmaz. Bəzi insanlar İmam Zamansız necə yaşayırlar mən bilmirəm. Halbuki bütün nuraniyyətləri İmam Zaman əleyhissalamın feyzindəndir. Elə ona görə deyirlər də, deyir bağban bağı sulayar güllərə görə. Tikanlar da o gülün şotuna, ağa demiş ki, şotuna qidalanar. 5-ci mətləb budur ki, bəndələrin hidayət olmağı, bağlılığı, bağlıdır İmam Zaman əleyhissalama və onun tədbirinə, yəni Allahın tədbirinə və Allahın tədbiri kürsüdən nazil olur. İmam Zaman əleyhissalam ilahi nurdur və o tədbirlə insanları tərbiyə eləyir və o tədbir kürsüdəndir. Deməli, bu varlığın ləqəbi nədir? Kürsüdür. O uca kürsünün Rəbbi, yəni yenə İmam Zamanın Rəbbi. Hidayət hardandır? Hidayət tərbiyədir də. Tərbiyə üçün, yəni hidayət olmaq üçün tədbir lazımdır. Tədbir hardandır? Kürsüdəndir. Deməli, İmam Zaman əleyhissalam nədir? İlahi tədbir ilə hidayət edir, tərbiyə edirsə, deməli, İmam Zaman ağanda ləqəbi kürsüdür. Və Rəbbəl kursiyyir rəfi'. Deməli, nəticə budur. İmam Zaman əleyhissalam rəfi', uca kürsüdür. Mənası belədir. Yəni, ey uca kürsünün Rəbbi, yəni ey İmam Zamanın Rəbbi. Bu bəyanlar ali dərəcə və məqam bəyanlardır ki, bu da İmam Zaman əleyhissalamın həm vilayətinə, həm də imamətinə aiddir. Yəni, İmam Zaman əleyhissalamın həm mərifəti, həm vilayəti və həm də imaməti bu fəqərədə bəyan olur. Elhamdülillahi Rabbil aləmin. Peyğəmbər və əhl-i beytinə salavat. Allahümme salli ala Muhammed ve ali Muhammed.